Məsum dua eləyə. Bəli. Misalən, var mən dua eləyəm, Allah mənim günahlarımı bağışla. Allah məsələn mərifət ver, elm ver, təqva ver. Bəli. Bir də var ki, qeyri-məsum. Məsum bir şəxs qeyri-məsumu deyil. Hansı da əfsəldir? Məsumun duası. Quranda bir ayə var. Çox gözəl bir ayədir. Tövbə 103-də Allah Müteala buyurur ki, Peyğəmbər, ya Peyğəmbər, xuz min əmvalihim sadaqa, ya Peyğəmbər, müsəlmanların sədəqəsini al. Yəni Peyğəmbər, çatır müsəlmanlara, o kəsdə ki, onların xumus vaxtları yetişib, zəkatların vaxtıdır, xumusları versinlər, zəkatları versinlər. Niyə görə ya Rəbbəl aləmin? Ayənin davamında buyurur ki, tudahirihim və yuzakkihim biha. Ya Peyğəmbər, müsəlmanlar xumus zəkatlarını versinlər ki, onların canları və malları başlığa çıxsın. Bəli. Ayənin diqqətini çəkən məqamı buradır ki, ayənin davamında buyurur ki, ya Peyğəmbər, bu müsəlmanlar ki, xumusların zəkatlarını verirlər, canları və malları başlığa çıxır. Ya Peyğəmbər, bundan bitmir ha. Salli əleyhim, onlara dua elə. Onlara dua elə. Niyə görə dua eləyək? Davamında buyurur ki, ya Peyğəmbər, innə salatikə, ya Peyğəmbər, sənin onlara dua etməyin səkənəlləhum, onların qəlbi təskinini əta eləyər. Bu aydan başa düşülür ki, qəlbi aram eləyən ünsürlərdən biri də nədir? Peyğəmbərin duasıdır. Bəli. Necə eləyə bilək? Bir məsumun biz duasında bu ayda biz də müştərək olaq, şərik olaq. Buyurur ki, bu ayda insan boyunda olan xumus zəkatı verərsə, bu iş savab olar ki, salli əleyhim, Peyğəmbər onlara dua eləyə və onların qəlbləri aramlıq tapar. Yəni bu da duanın kənarında Peyğəmbərin və məsum imamların da duası şamil olmaq üçün gərək budur ki, insan neynəsin? Boyunda olan xumus zəkatı götürsün ki, bu əməl insanın qəlbinin aram olmasına səbəb ola bilər. Və